Salam, hər vaxtınız xeyir. Media Inform televiziyasının izləyiciləri. Xəbərləri Pərvanə Ələsgər qızının təqdimatında izləyirsiniz. Bildiyiniz kimi cari ilin 10 may ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 103-cü il doğum günü ad günü Gül bayramı elan olunmuşdur. Ümumilli liderimiz Heydər Əliyevin haqqında qısa da olsa sizləri məlumatlandırmağı özümüzə borc bilirik. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının prezidenti seçilmişdir. 1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o yenidən Azərbaycan Respublikasının prezidenti seçilmişdir. Öz namizədliyini növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş, lakin Heydər Əliyevin səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakından imtina etmişdir. Azərbaycan Ümumilli lider Heydər Əliyev 2003-cü il dekabrın 12-sində müalicə olunduğu Amerika Birləşmiş Ştatlarının Cleveland klinikasında vəfat etmiş, dekabrın 15-də Fəxri Xiyabanda dəfn olunmuşdur. Bütün Azərbaycan ictimaiyyəti ümumilli lider Heydər Əliyevi dərin ehtiramla yad edirik və ruhu qarşısında baş əyirik. Məkanı cənnət, ruhu şad olsun. Dəyərli izləyicilərimiz, indi isə Media Inform televiziyası rəhbərliyinin göstərişi ilə təşkil olunmuş ümumilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbiri izləyə bilərsiniz. Hörmətli Media Inform televiziyasının kanalının kollektivi, hörmətli kanalın baş direktoru Bəylər müəllim. Sizlərin təşəbbüsü ilə hər il olduğu kimi 10 may Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi və inkişafı naminə böyük xidmətlər göstərmiş ümumilli lider, ulu öndər Heydər Əlirzaoğlu Əliyevin doğum günüdür. Başlamazdan önce isterdim ki qanı ilə, şanı ilə tarix yazan igid şəhidlərimizi, xalqımızın xilaskarı, ulu öndərin və eləcə də bu vətəni bir dövlət kimi olaraq tarixin sınaqlarından keçirən, bu günə dək canını fəda edən igid şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla, ehtiramla yad edir.
media nümayəndələri, müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqın xoşbəxtliyinə həsr edən Heydər Əlirzaoğlu Əliyev olması ilə daimi qürur duyan bu böyük şəxsiyyətin həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunur. Odur ki, Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan devlətinin memarı və qurucusu olan Heydər Əlirzaoğlu Əliyev xalqımızın qəlbində daim yaşayıb və yaşayacaqdır. Əziz və dəyərli kollektivimiz, bildiyiniz kimi bu cür milli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümüdür. Heydər Əlirzaoğlu Əliyev 1923-cü il may ayının 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Memarlıq Fakültəsinə daxil olmuşdur. Lakin 2-ci Dünya Müharibəsinin başlaması ilə əlaqədar təhsilini yarımçıq qalmışdır. 1941-ci ildə Naxçıvan Muxtar Respublikasının Xalq Daxili İşlər Komissarlığına şöbə müdiri və Xalq Komissarlığının Sovetində məsul vəzifələrdə çalışmışdır. 1944-cü ildə dövlət təhlükəsizlik orqanlarına işə göndərilmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsini bitirmiş, 1964-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, 1967-ci ildə sədr vəzifəsində işləmiş və general mayor rütbəsinə yüksəlmişdir. Azərbaycan Komünist Partiyasının Mərkəzi Komitəsinin 1969-cu iyul plenumunda Azərbaycan Komünist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilərək Respublikanın rəhbəri olmuşdur. 1976-cı ildə Sovet İttifaqı Komünist Partiyasının Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlüyünü namizəd, 1982-ci ilin dekabr ayında Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSR Nazirlər Soveti sədrinin birinci muavini vəzifəsində təyin edilmişdir. 20 il ərzində SSR və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş və 5 il SSR Nazirlər Soveti sədrinin birinci muavini vəzifəsində çalışmışdır. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mikhail Gorbaçovun yetirdiyi siyasi xətlə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istifa etmişdir. Və 1990-cı il yanvarın 20-sində Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin etməsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSR rəhbərinin iki üzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Komünist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış. Həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədr, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyun aylarında
hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandı. Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və Azərbaycanın o dövrdəki rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli olmuşdur. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının prezidenti seçilmişdir. 1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının prezidenti seçilmişdir. Öz namizədliyini növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş, lakin Heydər Əliyev səyahətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Amerika Birləşmiş Ştatlarının Cleveland klinikasında vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur. Bütün Azərbaycan ictimaiyyəti ümummilli liderimiz Heydər Əliyevi dərin ehtiramla yad edirik və ruhu qarşısında baş əyirik. Ruhun şad olsun. Hörmətli media ailəsi, hamınızı salamlayıram. Bildiyiniz kimi bugünkü tədbirimiz Ulu Öndərin doğum günü ilə bağlıdır. Bu münasibətlə fəxri diplomlarımız var, əməkdaşlarımıza təqdim edəcəyimiz. Hacı İbrahim müəllim, xahiş edirəm. Ağabalayev Hacı İbrahim Xanlaroğlu uzun müddətdir ki, regionların ictimai-siyasi həyatından bəhs edən müxtəlif çeşitli sujetlərin hazırlanmasında müstəsna xidmətlərinə görə Media Inform Online televiziyasının rəhbərliyi tərəfindən fəxri diplomla təltif olunur. Təbrik edirəm. Ben de öz adımdan bütün medya işçilerini tebrik ederim. Can sağlığı, uzun ömür arzu ederim. Allah size hemşe can sağlığı, firavan ve xoşbəxt yaşayasın. Sağ olun. Sağ olun. Növbəti fəxri diplom Zəfər müəllim. Xahiş edirəm mikrofondan. Xüsusi müxbirimiz Cəfər müəllim uzun müddətdir medianın kollektivindədir. Tağıyev Cəfər Müzəffəroğlu uzun müddətdir ki, Respublikamızın ictimai-siyasi həyatından bəhs edən müxtəlif çeşitli sujetlərin hazırlanmasında müstəsna xidmətlərinə görə fəxri diploma təltif olunur. Təbrik edirəm. Sözünüz var mı? Mən də sizin hər birinizlə bəylər mənim başda olmaqla sizə can sağlığı, uzun ömür arzu edirəm. Arzu edirəm ki, öz işlərimizdə daimi fəal olalım, nümunəvi olalım, bir-birimizə hörmətlə yanaşalım, bəylər müəllimin bu əziyyətini itirməyək. Mən də çox sağ olun bəylər müəllim. Nəzəh müəllim, zəhmət olmaz. Nəzəh müəllim bizim kanalın fəaliyyətində fotooperatordur. Uzun müddətdir ki, regionun ictimai-siyasi həyatından bəhs edən müxtəlif çeşitli sujetlərin hazırlanmasında müstəsna xidmətlərinə görə fəxri diplomla təltif olunur. Təbrik edirəm. Çox sağ olun, çox sağ olun. Efendim, buyurun sizə ürək sözlü günkü tədbirdə, günkü əsas gündə tutabilirsiniz. Buyurun. Hörmətli medyatçıları, ilk önce hər birisi salamlayıram. Biz bu bayram müəllimin təşəbbüsüyle bu tədbirlər keçirilir. Tanımayan yoldaşlar da bu grupda bir-birini tanıyır. Bu günləri bilirsiniz ki, müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu, Ulu Öndərin doğum günüdür. Allah ona rəhmət eləsin. Heydər Əliyevin Birləşmiş Azərbaycan xanımı üçün bu tanınmazdır. Bu gün münasibətilə mən bütün Azərbaycan xanımı bir daha təbrik edirəm. Sağ olun.
istəyirsən, üzvlərdə yorulur. Yoxsa sən də tək qalırsan, gecələrdə doğulur. Külək əsir saçlarında, həsrət qoxur suların. Mənim kimi danışmırsan, amma danışır yarım. Hər dalğanda bir fəryat var, hər köpükdə bir ah. Sanki sən də yaşamışsan, yarım qalan bir sabah. Göy üzünə baxıb susmaq mənə çox tanış haldır. Sənin kimi içimdəki fırtına da amansızdır. Sevgi deyir yanmaq nədir? Sən də bilirsən yəqin. Çünki hər gün sahillərə vurursan səssiz kədəri. Gecə düşür ulduzlar da sənsiz ağlayır sanki. Ay ışığı yaralıdır, baxışı da mənim kimi. Sən də gözləyirsən bəlkə dönməyəcək birini. Mən də sənin kimi itirmişim geri gəlməz sevgini. Ey dəniz, söyle görüm bu həsrət bitərmi bir gün? Dalğaların yorulurdu axtarmaqdan hər gün. Mənim kimi alışıb da sönə bilmirsən hələ. Yoxsa ümid bağlamışsan əmələ gəlməyən bir əmələ. Gel biraz da coşaq birlikdə, dərdlərimiz qovuşsun. Sənin səsin, mənim ahım bir ağıya qarışsın. Bəlkə onda anlayarsan sevginin nə olduğunu. Həm dənizin, həm qəlbimin niyə belə dolduğunu. Ey dəniz, niyə coşursan belə mənim qəlbim kimi? Niyə? Hörmətli qonaqlar, Sabirabad rayonunun Muğan klinikasının gözəl həkimi, oftalmoloq Elmira xanımın neçə insanlara öz şəfalı əlləri ilə işıq bəxş eləmiş gözəl bir insanın da burada fəxri fərmanı var. Buradan Elmira xanıma salam göndərik. Üzülü səbəbdən gələ bilmədiyi üçün yenə də onu biz borcluq yoluna çatdıraq. Elmira xanıma salam göndərik. Allah Teala'dan arzu edirik ki, onun şəfalı əlləri insanlarımıza daimi nur işıq bəxş eləsin. Var olun, alqışlayın karşılığında. Hörmətli media ailəsi, bugünkü tədbirimizin qonağı Milli Az Qəzetin saytının jurnalisti Günay xanım Dənizlinin mikrofon önünə dəvət edirik. Eşitdiyimizə görə Günay xanım, çox oxunmuşdu şeyləriniz var, aldığımız məlumata görə. Buyurun, söz sizindir, buyurun. Salam, hər vaxtınız xeyir olsun, əziz tədbir iştirakçıları, əziz qonaqlar, media işçiləri. Təşəkkür edirəm dəvətiniz üçün. Mən də şadam. Bugün gözəl gün. İlk öncə Gül bayramıdır. Mən bütün insanları bu Gül bayramı münasibəti ilə təbrik edirəm. Və gözəl təsadüf olan ulu önlərimiz Mümlidir. Heydər Əlizaoğlu Əliyevin doğum günüdür. Allah ulu önlərimizə rəhmət eləsin. Ruhu şad olsun. Hər zaman dillərdə əzbər olan mən fəxr edirəm ki, Azərbaycanlıyam. Bəylər bəy, təşəkkür edirəm belə gözəl tədbir və təşkilatçılıq etdiyiniz üçün. Minnətdaram, şadam sizləri tanıdığım üçün. Mən də şeir tövfəmi belə sizlərə çatdırmaq istəyirəm. Amma çox rica edirəm hər kəsdən. Mən şeirə həssas olduğum qədər, şeir mənim övladımdır. Çox özür istəyirəm burada oturan bütün böyüklərdən. Bugün mənim övladımın da doğum günüdür. Oğlum əskərdir. Oğluma həsm elədiyim ilk
İlk önce şiiri səsləndirmək istəyirəm. Rəhat olma səsdə bir fon. Ey gözümün nuru, başımın tacı, mənə həyat verən həyatım oğlum. Dünyanın bəxtəvər anasıyam mən, mənə dünya verən dəyərli oğlum. Evim bir saraydır, taxtı tacı sən. Bugün ad günündür, təbrik edirəm. Qiymətli, dəyərli bir hədiyyədən sənə öz ömrümü qurban deyirəm. Anan qurban olsun yaşına sənin. Boyun da ucadır, boyunundan mənim. İgid bir əskər ol, ləyaqətli ol. Qorub bu vətəni öz anan kimi. Ne kadar söz yazsam az olar yenə. Ay oğul, yaşatdın xoşbəxtlik hissini mənə. Bacıların qurban söyləyir sənə, atanın qolunun qüdrəti oğlum. Bu həyat enişli həm yoxuşludur. Çalış bu sınavdan keçə biləsən. Saxtakar insanın gözü başqadır. Çalış hər insanı görə biləsən. Benim hayatımın adı da sensen, en şirin məqamın dadı da sensen. Xoşbəxt olay oğlum, anəsiz balam. Arzumdur, mən sənin toyunda oynayıb hey dayanmadan. Ananın arzusu dileği budur, toyunda oynasın hey dayanmadan. Allah fırlatları korusun, içinde de benim övladım, özür dilerim, değerli görülenler sizlerden. Yani benim ruhum esmer olduğuna göre buradan oğluma şiirle təbrikimi çatdırıram. Ve güzel bir hikmetli şiir demek istəyirəm. Bence bu şiiri dinleyen herkes öz hayatının payını oradan götürür. Bu boyda ağaçda qeyrətə bir bağ, yarpağın özünde saxlayabilmir. Ağaç özü boyda onu boyunca yarpaqsız dərdini ağlayabilmir. Ne olsun boyatır, ocağır, dolur. Tek bircə yarpaqla ne edebilir? Ağaç tek bircə yarpaqla ne edebilir? Eğer vaxtı ötüb qocalıb solur, bir gün şah qamətin kədər əgər. Çılpaq bədənini verib ayaza, tek budaqları quruyub artıq. Ağac dözməyirsə əgər payıza, qışdan necə çıxar görəsən yazır? Daha qəmlənməyin nə faydası var? Tək yarpağın ümidinə qalmışam. Birər töküləndə yarpaqlar, ay ağac, görəş bilərdin ki, daha qocalırsan. Ayıq ol, yuxuya vermə özünü. Gözünü yuman tək düşəcək yarpaq. Ayıq ol, ay ağac, yumsan gözünü, seni de koynuna çəkəcək torpaq. Sənə rişxənd ilə güləcək torpaq. Sənə rişxənd ilə güləcək torpaq. Bu boyda ağacda qeyrətə bir bağ, yarpağın özündə saxlaya bilmir. Ağac özü qoyduğu boyuncaq, yarpaqsız dərdinə ağlaya bilmir. Yarpaqsız dərdinə ağlaya bilmir. Teşekkür ederim, minnettarım. Alkışlayanlarınız var olsun. Bir daha sizlere uğurlar ve nailiyetler arzuluyorum.
media kollektivimiz, bugünkü bizim bu tortumuz Ulu Öndərimiz Heydər Əlizaoğlu Əliyevin doğum günü münasibəti ilə təşkil olundu. Gələn əsgərlərimiz sağ salamat qayıdıb gəlsin, analarımız həmişə sevilsin, şəhidlərimizin Allah rəhmət eləsin, qazilərimizə can sağlığımızı edirik. Azərbaycanımız, neftaşlarımız, nefçilərimiz həmişə var olsun. Yaşasın bizim Azərbaycanımız.